English file, workbook and student book'tan növbəti dərsimiz. The pessimist phrase. Bu pessimist bilirik ki, pessimist və optimist Azərbaycan dilində var. Optimist nə deməkdir? Daha müsbət insan, yəni ki, hər şeyə müsbət baxan insan. Pessimist isə mənfi insan, yəni hər şeyə mənfi tərəfindən baxan insan. Burada da pessimistdən söhbət gedir. Opposite deyəndə, yəni əks mənalıdır. Conclusion, will not. Görürsünüz, gələcək zamandır. Will təsdiqlədir. Won't, will'in inkarıdır. I am driving test today. Bu indikdir ki, mən indi bugün maşın sürürəm. The pessimist, you are feel, deməli baxırıq. We are having the party in the garden. Demək, həyətdə partidəyəm. It is rain. Yağış yağır. You, sən, the pessimist cavablar. We are having the party in the garden. Biz həyətdə partidə it will rain. Yağış yağacaq. Görürsünüz, o deyir ki, həyətdə məsələn partidə də, yəni əyləncəli bir şeydən danışır da deyir yağış yağacaq. Onların keyfini görür. Deyir ki, I am doing my driving test this afternoon. Deyir bir maşın sürməyi test edəcəm. Ona da deyir ki, you won't pass, sən keçə bilməyəcəksən. Yəni ki, paxıl insanlar necə danışırsa elə danışır. We are meeting, deyir biz görüşəcəyik Anna and Daniel at 7:00-də. Deyə bilərik ki, you will not meet, ya görüşəməyəcəksiniz. Məsələn, inkar bir şey məsələn təsdiqlədirsə, onu inkarda yazsaq, ona artıq biz mənfiləmiş oluruq, pessimist olmuş oluruq. You having my first speaking lesson deyir, bu mənim birinci günümdür məktəbdə. Məsələn, deyə bilərik ki, you won't pass, burada deyə bilərik, yəni yaxşı keçməyəcək. My brother has a new girlfriend. Mənim qardaşımın yeni girlfriend var. Deyək ki, məsələn, it will be pis olacaq. I lent James, deməli, mən borcumu verəcəm. Mən dünən James'dən borc aldım. Money yesterday, dünən. O deyir ki, məsələn, pis bir şey hal-hazırda ağlıma gəlmədi. I am going, deyir, mən gedirəm to see a film, baxım filmə, tonight in English. Bugün İngiltərədə. Məsələn, burada da deyə bilər ki, it will rain, yağış yağacaq, baxamayasın filmə. We are going to drive to the city center. Deyir, mən gedirəm maşın sürüm şəhərdə. Məsələn, deyək ki, it will cold, soyuqdur. And my team are playing, deyir, mənim qrupum planlayır in the cup tonight, çay içməyi bu gecə. Məsələn, hava haqqında deyə biliriz, the weather will cold, soyuqdur. Nə bilim, windy, küləklidir. I am catching the 7:30 train. Deyir, mən tutmalıyam 7:30-da qatarı. Məsələn, deyək ki, I won't catch it, tutamayacaqsan. Belə pessimist cavablar. Qrammada bildiyi söhbət nədən gedir? Will not gələcək zamanı bildirir, gələcək zamanda. Əvvəl shall-da var idi, artıq shall-i çıxardıblar. Hamısı will-la işləyir. Look at the picture, deyir, şəklə bax. Who is the optimist? Kim optimistdir? Gülən optimistdir. Baxın, qız gülür. Bu isə pessimistdir. Sifəti belə narazıdır. Üçarıyor. Nə üçün dedik? Your phrases find the pessimist response box below and write. Burada deyək, pessimist cavabları tapırıq. He won't pay you back. O geri qayıtmayacaq. Bu pessimistdir. You won't pass, keçməyəcəksən. Bu da pessimistdir. They will lose. Onlar uduzacaq. Bu da pessimistdir. You won't find, deyir, sən tapmayacaqsan parking space, park eləməyə. Bu da əlbəttə pessimistdir. You will miss it, deyir, sən itirəcəksən, pessimistdir. They will be late. Onlar gecikəcəklər, pessimistdir. It will rain, pessimistdir. You won't understand, evet, deyir, sən başa düşməyəcəksən sözü, pessimistdir. It won't last. Deyir, sən qazanmayacaqsan, pessimistdir. You will break your leg, sənin ağıçın qırılacaq, pessimistdir. They listen and check the response classına, e-book with phrases, pessimist phraseslər, deməli, seçdiyi onları. Look at this pessimist question. Do you say sentence refer to the present or
the future. Present bildik ki indiki zamandır. Future ise gelecek zamandır. Ve bunlar indiki zaman bildiği ki am, is, are, do, bun, have, has bunlar indiki zaman aittir. Will gelecek zamana aittir. Did, had ise geçmiş zamana. Onların birinin fərqini də açıqlayacağım gəlin dəstədə. What are the full words in the construction? Bu baxın will yazmaqdan məsələn biz qısa şəkildə apostrof qoyub l-lı yazırıq. Bir də will yazmırıq. Necə ki məsələn aren't falan yazırıq elə. Will not-u da won't yazırıq qısaca. Read the rules deməli çalışmanı etdiyi vocabulary opposite verbs, əks mənalı feillər, əks mənası olanlar. What's the opposite of verbs? Deməli bunu da elədik dedik. Pass keçməkdir. Win qazanmaqdır, lost itirmək. Lend borcu olar, borc. Pass keçməkdir, lost itirmək. Find tapmaqdır. Bura baxırıq. Pronoun, conjunction, and. And və deməkdir. Şimdi baxırıq. And you isə bəs sən demək olur sual verəndə. Listen to the previous construction. Deməli I will, you will, she will, it will, they will. I məni bildirir də. Məsələn, mən gələcəm, sən gələcəksən, o gələcək, she qadın cinsi, it o gələcək, cansızlar, he will də o gələcək, kişi cinsi. They will onlar gələcək, we will biz gələcəyik, you will sizlər gələcəksiniz. I will deməkdir, gecikəcək, you will buraxacaq, miss itirəcək, rain dedik yağışdır, lost da itirməkdir. I will be late for work. O deyir gecikəcək iş üçün. Qırılacaq ayağım. Bunu dedik. Sabah yağış yağacaq. İtirəcək maçını. Qatarı buraxacaq. Bunu dedik. Listen you difference. Want istəmək. I want to pass. Mən istəyirəm keçmək. Bu wantla bu want fərqlidir. Bu keçmiş zaman want istəmək deməkdir. Bu isə willin wantıdır. Keçmiş zaman. Gələcək zaman. Listen to us. Listening to introduction to radio proqramıdır burada. Nə deyir? Positive thing for you. Try to guess the missing words in the tips. Deməli, buraxılan sözləri tapırıq. Burada pozitiv söhbət gedir deyəsən. Baxaq. Color bir. Yəni ki, danışan, zəngidən bir. Live in them. Deyir, yaşayır. In them. Harda yaşayır? Nice, məsələn, gözəl yerdə deyə bilərik. Nice palace, not in there. Yəni pis yerdə yaşamır. Məsələn, bad place, belə. Think deyir, o fikirləşir. Interesting söz, maraqlı. Not negative ones, negativ yox. Don't spend deyir, o xərcləmir a lot of time reading, vaxtını oxumağa, the book. Or watching the film on TV. Every week make list of all them. Hər həftə düzəldir list hamı. Əslində buradakı sözləri biz səsə qulaq asmalıyıq, yerinə qoymalıyıq. Sadəcə mən nümunə olaraq dedim. Hal-hazırda bizdə o sözlər nə baş verir? Try to use deyir, o çalışır, istifadə etsin boşluq nə vaxt ki sən danışırsan. Other people başqa insanların üçün burada da qulaq asmaqdır. Useful istifadəli deməkdir. Useless istifadəsiz. Full lililu şəkildir. Less isə sızsız. Speaking-ə baxaq, danışaq. Impressment positive phrases. Think positive. I am sure you will. I am sure which will. Positive. Don't worry, narahat olma. Congratulations, təbriklər. That's great, gözəldir. Qudluq, uğurlar. Bunlar hamısı pozitiv mənalıdır. I have important exam tomorrow. Deyir, mənim sabah vacib imtahanım var. Biz o adama nə deyə bilərik? Ədəf qudluq, uğurlar.
I am getting married next month. Deyir, mən gələn ay evlənəcəm. Əlbəttə ki, uğurlar, congratulations, təbriklər. I am bit depressive today. Bugün mənim üçün depressiv gün idi. Don't worry, narahat olmayın, yaxşı olacaq. I am going to New York next. Gedirəm New York'a. Good luck deyə bilərik. I can't go out tonight. Deyir, mən gedəmədim bugün. I don't have, mənim pulum yoxdur. Məsələn deyə bilərik. Don't worry, narahat olma. Ask answer with partner. Partnerlər deməli iştirakçılardan istifadə edilir. Are you positive thinker? Do you think? Deyirsən fikirləşsən pozitiv düşünən kimdir? You will go somewhere excellent for your next holiday. Tətillərin harası tətilə gedə biləcəksən, imtahana keçə biləcəksən, good of deyir, yaxşı iş tapa biləcəksən. You will do something. Bunları yaxşı cavab bizə əlbəttə ki, pozitiv düşünün bunları. You will do something nice. Bu həftə gözəl olacaq. Maraqlı e-mail göndərəcəksən bu gecə. You will get deyir, kitabın sonuna çatacaqsan. Əlbəttə ki, hamısına yes, gözəl cavab bəli desək, bunlar gözəl cavab olar. İndi keçirik workbook-a. Pessimist phrase-də birinci qramar, deməli bunu izah elədik. Will, want gələcək zamandır, təsdiqinkar. Dialoqda işlənər. Snow deməli qardır, not pas keçməməkdir. Rain, yağış, can bacarmaq, can be. Not finish bitirməmək, need ehtiyac olmaq. Do you think it? Sən nə fikirləşirsən? It will snow, ya qar yağacaq. No, it's cold. Yox, hava soyuqdur. Baxmayaraq, but I think it. Mən fikirləşirəm rain, yağış yağacaq. Qar yağmayacaq, amma yağış yağacaq. Sonra come on, gəl, you. Deyir ki, gecikirsən məktəbə. Not pass. Deyir, keçməyəcəksən late for. Can be late for school. Məktəbə gecikəcəksən. I will not pass the paging today. Sən deyə bilərik. Dark, qaranlıq. Vaxt bitməyəcək qaranlıqda. You need to work or you not pass exam, imtahana keçməyəcəksən. You not finish deyə oyun bitməyəcək bu həftə. Sən deyirsən qayğısına qalamayacaqsan. Need qayğısına qalmalısan. Vocabulary deməli dedik. Opposite verb. Win qazanmaqdır, loss itirmək tərsi. Win gördüyünüz kimi pozitivdir, loss isə pessimist sözdür. I am social, pass keçmək imtahandan. Sonra I remember xatırlamaqdır, forget unutmaqdır. Will arrive çatmaqdır. Sonra they're going to learn öyrənmək, İngiliscə turn on yandırmaqdır, turn off söndürmək. I got come back-də əks deməkdir. I called lend borrow, borc almaq, borc vermək, lost itirmək dedik. Pass keçmək bir-birlərinin. Those difficulty qapını açmaq şəklində you have to pass. Keçə bilərsən. Belə student book deməli səslənir. Not positive. Enjoy zevq almaq. Want istəmək. Want will want-un will not-un want-udur. Open açmaq. No stop dayanmaq. Work iş. Optimistic long uzun. Watch baxmaq. Problem hope ümid etmək. Close bağlamaq. Program bilirik artıq. Bu hissəyə baxaq. Bu o qədər dərs bilirsən. Dəqiqə görüm. Horoscopes burçlardəndir bu. Gəlin baxaq. Aquarius deməli yanvarın 21-dən fevralın 19-na qədər anadan olanlardır.
Baxaq nə deyir? Artıq siz bilirsiniz də hansı hissəyə gedir. You will be lucky and love this month. Deyir bu ay sizin sevginizdə uğur olacaq. You will meet. Siz görüşəcəksiniz somebody, kimləsə, new at work, yeni işdə. And you will start. Deyir sən başlayacaqsan. A new relationship. Relationship ilişki deməkdir. Münasibətən yəni. It will be your lucky color. Rəngli uğurlu olacaq sənin üçün. Pisk balık. Fevralın 20'si Mart'ın 20'si kimi olur. Your family will be very important this month. Bu ay vacibdir sənin ailən üçün. Çox try to spend, çalış xərclə more time zamanını with them. Onlarla, yəni ailənlə, and they will be very glad to see you və şad ol onlarla. Green will be your lucky color və olacaq sənin üçün onda gözəl. Aries, Mart'ın 20'sine April 20'sine kimi olan düşlər. You will have to be very careful with money this month. Deyirsən ihtiyacınız var pula, bu ay olacaqsın üçün pul, bu ay. You won't be able to buy a new clothes. Deyirsiniz almayın yeni paltar. However, you will get a sizə nice sürpriz olacaq yeni ayın sonunda. Month end. Blue will be lucky color. Mavi siz sevimli renginizdir. Burada da yaşıl deyir onlara. Burada da qırmızı. Balığın yaşıl sevimli rengidir. Burada da qırmızı sevimli rengidir. Unuttum onu deməyi. Şimdi baxırıq. Charles aprelin 21-dən mayın 21-nə qədər you will have a very busy social life. Sosial life həyatınızda zermont your friends, yeni frendlər, sürprizlər, parti, make new yeni dostluklar olacaq. Orange narıncı sizin sevimli renginizdir. Gemini may 20'sine iyunun 21'ine. Yine 20'den kimi you want a very good month at work. Bir işte sizin için yaxşı olmayacaq. You boss will give you some bad news. Müdürünüz size pis xəbər verəcək. Bankrupt var, narahat olma. You won't lose your job. Sən tərk etməyəcəksən işi. Work hard and next. Çox çalışıb gələn ay yaxşı olacaq sənin üçün. Purple sənin roz yox, mor renk var. Deyir ki, o sənin uğurlu rəngindir. Cancer xərçəng deməli June 22, July 23, iyunun 22-si, iyulun 23-ü. This will be great. Mən bir olmadı ki. This will be great. This is month travel. Böyük səyahət çıxacaqsınız. You will win a holiday. Tətil qazanacaqsınız. Passport ready. You will also travel in şəhərlər gezəcəksiniz. Biz səyahət edəcəksiniz günü dostlara. Sarı renk sizin uğurlu rənginizdir. Bu şey haqqında qısa məlumat baxaq. İndi də horoskop oxuduq. Horoskopda yəni üçlər. Who will lot of travel etməlidir, xərçəng gedir. Will Gemini people lost their job. İşini itirir. Yox, dedi, işini itirməyəcəksən. Gələn uğur qazanacaqsan da. No, will not, won't. What won't Aries people be able to do? Aries people deyir ki, you will have careful this morning dedim. Whose lucky color will be red? Dedi hansına dedi? İlk cümlesi dedim. Who will go out a lot this month? Evet, köhnə dostlarını görəcəyini dedi. We will spend more time at home. Evdə vaxtını xərcləyən hansı dedi? Əslində biri işdə, biri tətildədir. Yəni evdə oturan yox idi. Aha, indi keçirik words to learn sözləri öyrənməyə. Translation. Yazırıq. Şeydir, müəyyən. Phrases, sözlər də, yəni söz birləşmələri. Baxaq tərcümələrə. Bunlardan hansını yaşırıq? Biri optimistik. Congratulation təbrik etməlidir. Don't worry, narahat olma. Qudluq uğurlar. I hope so. Ümid etmək. I think so. Mən düşünürəm. That's great. Bu böyük gözəldir. Bunları demişdik. Questions time. Do you think the weather will be good tomorrow? Sən fikirləşsən, havası da yaxşı olacaq. Yes or
No. Do you think you will study English next year? Deyirsən, fikirləşsən, sən oxuyacaqsan gələn il ingilis dili. Do you think you will get some emails? Deyirsən, mail yazmağı düşünürsən, mail göndərməyi. Bunların cavabını gələcək zamanda sual verilirsə, biz də gələcək zamanda yes I will, yes I want deyə cavab verməliyik. Artıq I am not, I am falan bunlar indiki zamanda biz amma gələcək zamanda. Do you think you will go to a party this weekend? Bu hafta son parti vereceksen. Do you think your country will win the next football World Cup? Dünya Dil Kupası kazanacaksınız gələn həftə futbolda düşünürsən, yəni sən qazanmağı. Bu qədər.